Hörmətli prezidentimiz, mən sizə bir daha müraciət edirəm ki, Yasamal rayon icra hakimiyyətinin öhdəsindən gələsiz. Çünki nə yazıramsa, hansı şikayət edirəmsə, baxmırlar. Ya 26-cı ildə Ayda tərəfindən yol təmir olunacaq yazırlar, ya bizim səlahiyyətimizdə deyil. O yol və mən yıxılanan bir ay, 3 gün sonra düzəldilən pilləkən də Yasamal rayon icra hakimiyyətinindir. Səlahiyyətindədir. Ora nəzarət edən 4 saylı icra hakimiyyətinin nümayəndəsi olan Fərhad Hacıyev də onlarındır. Yox, əgər onların səlahiyyətində deyilsə, biz zəhmət prezidentimizdən xahiş edirəm ki, çox xahiş edirəm sizdən, hörmətli və möhtərəm prezidentimiz, onlara izah edəsiniz ki, aidiyyətli qurumun adını desinlər ki, kim ora nəzarət edirdi və nəzarət etməyib. Fərhad Hacıyev isə onların işçisi olduğu üçün onların səlahiyyətindədir. Burada daxili işlərdə hörmətli prezidentimiz hələ tam baxıb bir müsbət nəticə verməyib. Yasamal rayon icra hakimiyyəti mart ayında mən mütləq prezident administrasiyasına yaxınlaşacağım. Həm Zeynal Nağdaliyev cənaba, həm Fuad Ələsgərov cənaba. Yəni işinizi biləsiz, bu korrupsioner qohumbazlığınıza da son qoyasınız. Fərhadın başını sığallamaqdan vazgeçəsiz. Şəxsən Fərhada qarşı mənim özümün özəl olaraq şəxsi qərəzliyim yoxdur. Qapım həmişə açıqdır, qardaş kimi gedib gələ bilər. Məsul şəxsə oydu. O baxmalı idi, o deməli idi. Əgər sizin səlahiyyətinizdə olmasaydı, bir ay, 3 gündən sonra o pilləkəni düzəltməzdiniz. Yalandan da Sipark MMC-nin üzərinə yönəltməyin. Onlara da qarşı iddia qaldırılacaq, sizə qarşı da məhkəmədə iddia qaldırılacaq. Mən bilirəm niyə hörmətli prezidentimiz Yasamal icra hakimiyyəti Sipark MMC-yə yönəldir. Çünki onun sahibi eşitdiyimə görə həbsdədir. Onun sahibi hər kimdirsə, en şəxsli adam həbsdədirsə, adını verə bilmirəm. Burada daxili işlərdə hörmətli prezidentimiz hələ tam baxıb bir müsbət nəticə verməyib. Yasamal rayon icra hakimiyyəti mart ayında mən mütləq prezident administrasiyasına yaxınlaşacağım. Həm Zeynal Nağdaliyev cənaba, həm Fuad Ələsgərov cənaba. Yəni işinizi biləsiz, bu korrupsioner qohumbazlığınıza da son qoyasınız. Fərhadın başını sığallamaqdan vazgeçəsiz. Şəxsən Fərhada qarşı mənim özümün özəl olaraq şəxsi qərəzliyim yoxdur. Qapım həmişə açıqdır, qardaş kimi gedib gələ bilər. Məsul şəxsə oydu. O baxmalı idi, o deməli idi. Əgər sizin səlahiyyətinizdə olmasaydı, bir ay, 3 gündən sonra o pilləkəni düzəltməzdiniz. Yalandan da Sipark MMC-nin üzərinə yönəltməyin. Onlara da qarşı iddia qaldırılacaq, sizə qarşı da məhkəmədə iddia qaldırılacaq. Mən bilirəm niyə hörmətli prezidentimiz Yasamal icra hakimiyyəti Sipark MMC-yə yönəldir. Çünki onun sahibi eşitdiyimə görə həbsdədir. Onun sahibi hər kimdirsə, en şəxsli adam həbsdədirsə, adını verə bilmirəm. Mən də oranı icra işlərini görən adam var, trubanı o çəkdirmişdi pilləkəndən qeyri-qanuni və Fərhad Hacıyevdə məsul şəxs olsa da göz yummuşdu. Bugün mən gedim orada truba çəkim, ya nəsə eləyim, icra hakimiyyəti gəlib deyəcək ki, bizim səlahiyyətimiz daxilindədir. Bu küçədə Yasamal səlahiyyəti daxilindədir. Hüseyn Əfəndiyevin özbaşınalığına, yalandan, boş-boş Yasamal icra hakimiyyəti səlahiyyətində deyil, 26-cı ildə ora təmir olunacaq kimi boş-boş aidiyyətsiz cavablara da son vermənizi, Hüseyn Əfəndiyevin, Fərhad Hacıyevin, hətta onlara bu ixtiyarı verən Elşad Həsənovun cəzalandırılmasını sizdən xahiş edirəm. Onlayn müraciətim olub daxili işlərə də, prokuraturaya da, sizə də. Mütləq də olaraq mən ayağım tam olaraq düzəlsin, mən bu işin ardına düşəcəm, elə bilməyin. Çünki icra hakimiyyəti başda Elşad Həsənov olmaqla Hüseyn Əfəndiyeva da, Fərhad Hacıyeva da o ixtiyarı verib, özünü xalqın xidmətçisi deyil, xalqın ağası hesab edərək mənim qismimdə sanki insanı doluyur, sanki adamı aşağılayır, alçaldır, insan yerinə saymır, vətəndaş və insan hüquqlarımı bu formada pozur. Bu qanunsuzluğa, korrupsioner hərəkətlərə, əməkdaşı cəzalandırmaq yerinə, başını sığal çəkib örtbasdır etmək əməllərinə son verməyinizi hörmətli prezidentimizdən, prokuraturadan, ombudsmandan və digər ali dövlət qurumlarından xahiş edirəm. Prezidentimiz neçə dəfə icra hakimiyyətlərinə xəbərdarlıq edib, neçə adamı işdən çıxardıb, amma yenə də bu onlara dərs olmayıb.
Fərhad Hacıyevin sözünə qaldıqda isə güya məni sakin kimi tanımır, heç xəbəri yoxdur. Sakin kimi tanımırsa onun özəl nömrəsi məndə necə ola bilər və sakin kimi tanımırsa o mənə özəl nömrəsinə necə yıxılmamışdan qabaq səyyar görüşə icra hakimiyyətinə yaza bilərdi və həmin gün olan hamısı da burada mən sizə onu skrin edə bilərəm. Nömrəni gizlədəcəm, əlbəttə ki, nömrəni görmək olmaz. Nömrə daxil olmaqla bütün danışıqlarımızın vaxtını da ali qurumlara göndərmişəm. Hörmətli Fərhad Hacıyev, mən başa düşürəm, sizə elə öyrədiblər. Ya bəlkə də öyrətməyiblər, öz ağlınızdan elə eləyirsiniz. Amma bir fikirləşin. Məndə onların vaxtı var. Lazım gələrsə prokuratura və daxili işlər, hətta bizim səsimizi belə sistemdən çıxarda bilər. Ona görə yalan danışanda bir qədər fikirləşin. Bunun da günahkarı Elşad Həsənovdur, bunun günahkarı Hüseyin Əfəndiyevdir. Hansı ki, onu da araşdırmanızı bir daha xahiş edirəm. Bir daha prezidentimizdən, vitse-prezidentimizdən, prokuraturadan, ombudsmandan, Milli Məclisdən xahiş edirəm ki, o qohumluq əlaqələrini demokratik dövlət quruculuğuna xas olmayan, əks olan qohumluq, qrup yoldaşlarının qohumları, yəni qohumluq, dostbazlıq kimi korrupsioner əlaqələri yoxlayasınız və buna bir son verəsiniz. İnşallah ki, növbəti cəza alan Yasamal rayon icra hakimiyyətinin başçısı olar. Mənim ilkin şikayətim Fərhad Hacıyevdən idi və mən Elşad Həsənovun ədalətinə inanırdım. Amma gördüm ki, tam əksinədir. Sənə güvəndiyim dağlar sənə də qar yağarmış kimi Elşad Həsənov, Hüseyin Əfəndiyev məhz Fərhad Hacıyevin arxasında elə durub ki, mən son danışığımda ona deyəndə kimə şikayət edirsən elə? Mənə hədə qorxu gəlmə, mənə heç kimə işini eləməyəcək. Orada deyirdi. Çünki Elşad Həsənov kimi, Hüseyin Əfəndiyev kimi korrupsioner arxasında duranlar var. Prezidentimizdən də bu korrupsionerlığa, bu yerlibazlığa, bu qohumbazlığa, dostbazlığa, vətəndaşın insan hüquqlarının pozulmasına son verməsini Elşad Həsənov başda olmaqla, Hüseyin Əfəndiyev başda olmaqla, Fərhad Hacıyev və digər məsul şəxslərin cəzalandırılması, işdən çıxarılması, lazım gələrsə inzibati cinayət məsuliyyətinə cəlb edilməsi. Çünki onların heç biri dövlət qulluqçusu adına layiq deyil, dövlət xidmətçisi adına layiq deyil. Çünki özlərini bu və digər formada xalqın ağası hesab edir, belə hərəkətlər edirlər. Mən inanıram ki, prezidentimiz öhdəsindən gələcək. Çünki 44 gündə mənfur düşmənin öhdəsindən gələn, daxili düşmən olan Yasamal rayon icra hakimiyyəti başçısı, müavini və digər əməkdaşların da öhdəsindən rahatlıqla gələcək. Prezidentimizə öncədən təşəkkür edirəm.